Səhabələr corabın üzərindən məhs çəkib, yoxsa xofların? Çünki bəziləri deyirlər ki, peyğəmbərin vaxtında corab yox, xoflar olub. Sabit olub ki, Allahın Rəsulu Muhammed sallallahu aleyhi və səlləm xofların üzərindən məhz çəkib. Burada şək yoxdur. Səhih hədislərlə sabit olub. Düzdür? Cümhur alimlər, əksəriyyət deyiblər ki, xofların üzərindən məhz çəkmək sabit olubsa, corablar da bura qiyas edilir. Çünki aralarında heç bir fərq yoxdur. Təsir edici fərq yoxdur. Fərq aralarında hardadır? Keyfiyyətində. Məsələn, xof dəridən hazırlanır. Ayağa geyinilən xoflar yoxdur. Dəridən hazırlanır. Corab yundandır, kətandan və s. bu kimi şeylərdən. Orada fərq yalnız o ayağa geyinilən şeyin keyfiyyətindədir. Həmin bu fərq şəriətimizdə təsir etmir. Ona görə cümhur alimlər deyiblər ki, xofların üzərindən olarsa, sabit olubsa, Peyğəmbər sallallahu aleyhi və səlləm çəkib, corabın üzərindən də çəkmək olar. Əksəriyyət alimlər bunu deyiblər. Ona görə Şeyxülislam İbn Teymiyyə, Allah rəhmət eləsin, deyir ki, fərq yalnız keyfiyyətdədir. Və bu fərq, yəni xof dəridən hazırlanır, corab yundan hazırlanır, kətandan və s. bu kimi şeylərdə. Və deyir ki, Allah rəhmət eləsin. Və məlumun ənə mislə hədəl farq qeyru müəssirin fiş-şəriə. Bu kimi fərqlər deyir. Şəriətdə təsir edici fərq sayılmır. Yəni fərq qoysun, bu elə fərqdir ki, buna olar, buna olmaz. Təsir edici fərq olmadığı üçün alimlər deyirlər ki, corabın üzərindən məhz çəkmək olar. Bundan əlavə biz baxanda görürük ki, bir çox sahabələr məhz corabın üzərindən məhz çəkiblər. Məsələn, sabit olub İbn Abbasdan, İbn Məsuddan, İbn Omardan, atası Omar ibn Xattabdan, həmçinin İmam Əlidən, Ammar ibn Yasirdən, Ənəs ibn Məlikdən və bir çox sahabələrdən sabit olub ki, onlar məhz corabın üzərindən məhz çəkiblər. Bir halda ki, corabın üzərindən məhz çəkmək onlardan sabit olub, deməli bu icazəlidir, burada heç bir problem yoxdur. Ona görə İbn Qudamə rahimehullah Muğni əsərində deyir ki, fəs-sahabətu radiyallahu anhum, Allah onlardan razı olsun, məsəhu aləl-cəvarib, corabların üzərinə məhz çəkiblər və onlara müxalif olan bir sahabə görülməyib. Fəkənə icma'an və bu da dəlalət edir ki, məsələ icmadır. Ona görə sahabələr arasında heç bir ixtilaf yoxdur ki, corabın üzərinə məhz çəkmək olar.